Bu Lada Oka'dır. Rəsmi adı ilə Vaz 1111. Bu maşın hər nə qədər kiçik olsa da böyük işlər görür. 1988-2008-ci illər arası müxtəlif zavodlarda istehsal edilir. 1988-1995-ci illərdə Avtovaz zavodu və bununla yanaşı Seaz, Zemea, Kamaz, 2004-2008-ci ildə isə Gəncə avtomobil zavodunda istehsal oldu. İstehsal zamanı iki mühərriklə 0.650 cc 29-30 at gücündə və 0.749 cc 33-35 at gücündə buraxılmışdır. Biz bu avtomobilləri Qazi avtomobili olaraq hatchback kimi tanısaq da, əslində bu avtomobillərin furqon və pick-up segmentləri də var. Salonu kiçikdir, korroziyaya meyillidir. Yanacaq sərfi trasda 4-5 litr, şəhər içi 6-6.5 litr aralığında dəyişir. Amma asan təmir, ucuz ehtiyat hissə baxımından çox sərfəli avtomobildir. Günümüzdə bazarda satışı ölü olsa da, yenə də sürənləri və sevənləri vardır. 2013-cü ildə Avtovaz şirkəti bu avtomobilin ikinci seriyasını buraxacağını elan etsə də, 13 ildir ki, bu avtomobilin yeni versiyası istehsal edilməyib.